Gəldik prinsip 4'e. Prinsip 4'te deyir ki, bir respons insentif ne demek? Yani insanlar insentiflere cevap verir. Respons cevap vermek insentif dediğimiz insentif. İnsentif nədir yoldaşlar? Bazarda olan dəyişiklik. Məsələn, hökumət belə bir qanun çıxarır, vergilər hər hansı bir rayon, hər hansı bir bölgə vergilər azaldır. Bu nəyə stimulyasiya edəcək? Sahibkarlığa, istehsal şəraitinə, nə bilim, fərdi azad sahibkarlığı inkişafına stimul verəcək. Düzdür, insanlar bankları daha rahat seçib tutacaqlar ki, vergi azad olduğu üçün öz məşğul olduqları sahibkarlıq fəaliyyəti üzrə kredi götürməyə stimul verəcək müstəqbal. Yəni bir çox görürsünüz, bir cümlənizi görün nə qədər stimul verir, bir dənə qərar nə qədər insentiv yaratacaq. Bu o demək. Və mənfi mənada fikirləşir. Tutalım ki, hər hansı bir məhsul üçün çox ağır bir vergi qoyula bilər və bu vergi nəticəsində həmin bu məhsul hissəsində nə bilim şirkətlərin sayı azala bilər və yaxud da alan müştərilərin sayı azala bilər. Tutalım ki, burada bir misal var. Tutalım ki, alma deyək ki, bazarda qiyməti artdı. Bu təkcə hökumətlə əlaqəli olmaya bilər, yoxsa təbii hadisələrlə əlaqəli ola bilər. Tutalım ki, hava şəraitindən bağlı alma bağlarında almalar çox ziyan görür və ya bazarda alma az olur. Bazarda alma az avtomatik olacaq. Alma qiyməti tələb təşrif qalmır. Tələb deyək ki, təşrif az olduğu üçün, tələb də müəyyən qədər çox olduğu üçün nə olacaq? Qiymət artacaq. Burada problem bu ki, gördünüz qiymət artdı. Qiymət artırsa, alma bağlarının, məsələn, alma nə bilim, bazarda alma çıxardan sahibkarlar olsun, fərdi insanlar olsun da deyək. Neyi niyəcəklər? Bazarda ki, bazarda almanın qiyməti artıqda tezlə tez-tez almaların sayını çoxaldı, alma dərək, alma məsələn, bağlarında işləyən işçilərin sayını artıracaqlar, iş tapma imkanı artacaq, işçilərin sayı artacaq, başa düşdünüz? Və bunun nəticəsində nə olur? Bu tətbiqat, yəni satıcılar daha çox bazara satış üçün məhsul çıxacaq, amma alıcılar deyiləcək ilk başda az almağa çalışacaq. Çünki baxacaqlar ki, bazarda qiymət artıqdır, ona görə az alsa. Əvvəl 10 dənə alma alınırsa, məsələn 5 dənə alma alınır. Buraya qədər problem yoxdur ki, insentiflərə başa düşür, insana necə cavab verir, qısa izah edər. Ondan sonra növbəti videolarımız, növbəti dərslərdə bunların hər birini ətraflı izah edəcək. Qısa bir məlumat verir ki, bazaya yapılır. Prinsip 5. Prinsip 5'te deyir ki, ticarət insanlar daha yaxşıdır. Hər kəsə deyilən bir yoldaşlar. Fikirləşək ki, bir dənə öz ailəmizi fikirləşin. Tam siz qərarı alırsınız, nə bazara girirsiniz, nə kimdənsə alver edirsiniz, nə bilim kimdənsə nə bir məhsul almışsınız. Ancaq hər şey özünüz istəsəyiz. Yoldaşlar, bu zaman həm vaxtınız çox olmalıdır, həm özünüzə əziyyət verirsiniz, həm nə bilim, həmin ailə fikirləşin ki, həm məsələn bina tikəcəksə binanı özü tikməlidir. Belə fikirləşək, bir example da belə verin. Məsələn, paltar tikəcəksə paltarı özü tikməlidir. Görün nə qədər xərc tələb edir, nə qədər vaxt tələb edir. Ona görə ticarət deyə bir anlayış var. Ticarət nə deməkdir? Deyir ki, hər kəs daha yaxşı. Yəni, sən ən yaxşı nəyi bacarırsan, evini tikə bilirsən. Məsələn, heyvandarlıqla məşğul olursan, kənd təsərrüfatı ilə məşğul olursan və ya məsələn, onlayn ticarətlə məşğul olursan, nəyi ən yaxşı bacarırsansa onu elə. Ki, sən orada professionalsan, specialize, yəni mütəxəssisləşirsən, ona görə də daha çox fayda görürsən. Digər daha az yəni yaxşı bacarılan şeylər isə trade ilə, yəni ticarətlə əldə edir. Bu zaman sən ən yaxşı formada inkişaf edəcəksən. Bax, bu da bunu izləyir. Principal deyəcək, markets are usually a good way to organize economic activity. Deyək, bazarlar iqtisadi fəaliyyətin idarəetməsinin ən yaxşı yoldur, ən yaxşı üsuldur, ən yaxşı yoldur. Niyə deyil, yoldaşlar? Fikirləşək Sovet hökuməti. Sovet hökuməti vaxtında bir vahid qayda çıxarılırdı. Müəyyən miqdarda məhsul istehsal olmalıydı. Hamı eyni məhsul almalıydı. Heç bir insentiv yox idi insanlar inkişaf etməsi üçün. Yəni, daha çox qazanma anlayışı olmaq üçün insanlar daha çox əkməyə maraq var, nə çox özlərini işləməyə, nə çox yeni layihələr yaratmağa heç bir şey maraq yox idi. Ancaq indi isə, və bir də burada belə bir şey deyim ki, bütün resurslar bərabər şəkildə hamıya bırakılır. Amma kapitalizmdə, yəni indi bu bazar iqtisadiyyatında nə deməkdir? Bazar iqtisadiyyatı o deməkdir ki, yoldaşlar, hər tərəf həm satıcı olsun, həm alıcı olsun, ancaq öz self-interest deyilən bir anlayış, yəni öz şəxsi marağını fikirləşir. Yəni, nəyə fikirləşir? Öz şəxsi marağını. Niyə? Çünki alıcı fikirləşir ki, hansı məhsullar bazarda var, hamısını analiz edir, ən ucuz qiymətə, ən yaxşı keyfiyyətdə olan almağa çalışır. Satıcı nə edir? Digər rəqabət apartan satıcılara nisbətən ucuz qiymətdə ilkin başlayan satıcılara verir. Yəni şirkətlər olur, firmalar olur. Biraz ucuz qiymətə daha çox çeşidlilik, çox olan məhsullar satmağa çalışır ki, həm ilkin mərhələdə bazar payını artıq ələ keçirsin, həm də ki, müəyyən müddət sonra da bazar payı ələ keçirdən sonra da artıq özü qiymət qoya bilsin. Bu belə.
Başqa mən bu barədə bir şey demirəm. Yəni burada sürpriz olan odur ki, fikirləşir ki, məsələn, decentralized deyə bir anlayış, yəni mərkəzləşməmiş bir bazar mexanizması ancaq burada niyə ən yaxşı idarə olunmuş bir bazar hesabdır? Çünki baxmayaraq ki, hamı öz şəxsi mənafeyini güdür, qoruyur. Ancaq ümumi nəticə olaraq ən yaxşı nəticə nədirsə, bu həm məhsulun satış qiyməti olsun, həm alış qiyməti olsun, həm də məhsulun satış miqdarı və ya alış miqdarı olsun. Həmişə bütün hallarda ən yaxşı versiya nədirsə o halda sonuçlanır.